Ləzzət dolu mətbəximdən salamlar. İllər əvvəl mətbəxlə yeni tanış olduğum zamanlarda anam məndən küftə bişirməyimi istədi. Mən də həmişə şişimi ətini çəkib, göyərtisinə qatıb küftələri hazırlamağa başladım. Küftələr bişəndə qazanın ağzını açıb baxdım ki, küftələrim çirpiyə oxşayır. Vurduğum düyülərin hamısı küftənin üzərinə çıxmışdı. Elə həmin gün axşama qonaqlarımız gəldi. Küftəni hazırlayıb qonaqların qabağına qoyduq. Qonaqla gələn uşaq zülüm-zülüm ağladı ki, mən qıvrım küftə yeməyəcəm. Üzərindən illər keçsə də mən o günü unuda bilmirəm. O gündən sonra nə vaxt küftə bişirsəm, mütləq düyüsünü və ləpəsini əvvəldən isladıb biraz qaynadıram və ətlə birlikdə ət maşınından keçirdirəm və anamın dediyi kimi küftələri ilk əvvəl əlimdə bişirirəm. Yaxşı çırpdıqdan sonra qaynamış suya əlavə etdiyim küftələr tam pişənə qədər gözləyirəm və budur küftələrim hazırdır. Bəs siz necə hazırlayırsınız? Mütləq bu üsuldan hazırlayın, küftələriniz hamar, üzünüz ağ olsun.